Komandada ən sakit futbolçu kimdir? I think some players talk Bir çoxları about məni me in deyir. this topic, but my roommate. Mənim I otaq don't think- I yoldaşım think Cica ən sakitdir. This suits him perfectly. Komandada ən çox deyinən futbolçu kimdir? Maybe who speaks Deyingən louder deməzdim, amma sometimes, ucadan you know, danışan, but etiraz something edən like that. I will Badavidir. give it Badavi, this one. Qurban Qurbanovun favorit futbolçusu. I think it's Zubir. Zubir, o buna layiqdir, amma Vay. bəzən görmək olar ki, Qurban Because- Qurbanov onunla Okay, necə he danışır. earned- Mən də he Zubiri earned çox this, istəyirəm, he deserves məşqçidə. to be, but Güman you ki, can see o da sometimes how- klubda uzun how müddət the olduğu coach üçün talks to Qurbanovun him, I sevimli think even- futbolçusudur. Sualı dəyişsə, Qurban Qurbanov ən çox əsəbləşdirən futbolçu kimdir? You know, the team, sometimes Tam the komanda. team, because when we Bəzən don't biz lazım play olduğu like we kimi should, mübarizə when we don't aparmayanda fight like we should, o we bizə show that- hiss we show etdirir. how things Bir really nəfəri are. qeyd edə But bilmərəm. I think there is not individual player for this, you know. Komandanın ən zarafatçıl futbolçusu kimdir? Keita. Şeyta, I o will give to həqiqətən Keita çox gülməlidir. because he's Ağzını naturally açmasa funny. belə He hər doesn't need to zaman say a gülür. word, I will laugh. Komandada ən aqressiv futbolçu kimdir? No, in football, you can say Julio Romao. Futbolda Julio Romao, Also futboldan outside kənar football, Richard və Badavi. Richard and Badavi also Stolüstü tenisdə like to dalaşmağı fight. sevirlər. Table tennis. Komandanın ən sürətli futbolçusu. You know, I will give it to Juninho ya da Toral. Yox, Juninho. I'll give to Juninho. Ən istedadlı, Zubir. I'll give to Zubir. ən texnikalı, Benzia. ən çox çalışqan, Richard Almeida with Çox doğru, Richard deməliyəm. 35 yaşı var, amma dayanmır. Yaxşı really an nümunədir. example for everybody. ən tənbəl, Who do I will Kimi put avtomobilin in front of the altına bus now? You know, I will give to goalkeeper. Qapçılardan birini seçəcəm. Ola Maybe- bilsin Lunyov ya da Luka. Lunia or Luka. I will give to goalkeepers. komandada ən zövqlü geyinən futbolçu. Patrick, maybe. Yeah, Patrick. Patrick. I will give to Patrick. Bəs zövqsüz geyinən futbolçu. Badavi. Komandada ən çox danışan. Richard. Richard also. Komandada ən çox simulyasiya etməyi sevən futbolçu kimdir? Hər- This is İki between otaq two yoldaş arasında roommates. qalıram. Elvin or Elvin Abbas. ya da Abbas. Between them, I think. Elvin'in Anthony Taylor'la olan epizod da simulyasiya idi. No, Yok, no, yok. no. This I Elvin'in will tərəfini protect saxlamalıyam. Elvin. It O was haklıydı. not. It was not. Komandada ən çox problem yaşayan, ən problemli futbolçu kimdir? You know when we Məşqlərdə we bəzi train, futbolçular some players məğlubiyyətlə don't barışmırlar. accept to lose, you know. Richard, Benzia, Badavi, Badavi məşqdə they uduzmamaq like üçün to say hər something şey in the edirlər. training, not to lose the games in the training. Komandada ən yaxşı PlayStation oynamağı bacaran futbolçu kimdir? Burada This one I heç don't tərcüməyə know. ehtiyac yoxdur. Bu mənəm. Really? Yeah. 100%. Görmüşəm your sizin stories, you paylaşımlarınızı. play Çox with vaxt Medina ilə Medina. deyəsən oynayırsınız. We created a club. Biz to play bir-birimizə together. qarşı hətta But I komandalar will give, yaratmışıq. Zubir də çox Zubir yaxşı Zubir oynayır. is- Onunla aramızda hər zaman gərgin Yeah, oyunlar olur. good and tough Amma games ən between us, güclüsü but mənəm. I will say me.